Çocuklar hansı ərazidə yaşayırdılar ilk öncə? Mərkəzi Asiya, Moskva Mərkəzi Asiyada yaşayırdılar və təbii ki, orada hansı dövlətlərin ərazisində yaşamışdılar onlar? Qaraxanlı və Qəznəvilər dövlətinin ərazisində. Məsələn, biz orada onlar bilirik ki, 1028-ci ildə onlar Azərbaycanda hansı dövlətin tərkibinə qatılmışdı? Yəni Azərbaycanda hansı dövlətin tərkibinə daxil olmuşdu? Şirvanşahlar. Yox, Səlcuqlar orada məskunlaşmışdılar. Məsələn, 20-30-cu illərində, 1028-ci ildə məsələn Səlcuqlar harda məskunlaşmışdı? Azərbaycanda. Azərbaycanın hansı dövlətin ərazisində? Rəvadilərin ərazisində. Sonra 1038-ci ildə, 30-cu illərdə, yəni 11-ci əsrin 30-cu illərində Şəddadilərin ərazisində məskunlaşmışdı. Yəni əvvəlcə deməli Səlcuqlar Oğuzların hansı qoluna mənsubdur? O Qınıq boynu olmuş. Dövlətin əsasını kim qoyub? Birinci Toğrul qoymuşdur 1038-ci il. Paytaxt şəhərləri hansılar idi? Birinci olmuş Nişapur, İsfahan və Rey. Bəs Səlcuq dövlətinin təbii ki, Səlcuqlarla Qəznəvilər arasında hansı döyüş olmuşdu? Qəznəvilər Mingəzə Dəndənkin döyüşünü burada Səlcuqlar qalib gəldi. Bəs həminki ildə hansı qurultay keçirilib? Həmin ildə hansı qurultay keçirilmişdi? Mərv qurultayıdır və ilk dəfə olaraq Toğrul burada hansı titulu daşıyır? Özü Sultan titulunu qəbul edir. Sultan titulunu qəbul edir. Bəs sonradan paytaxtı hara köçürür? 13 ildən sonra Rey'ə köçürür, Rey şəhəri. Neçənci ildə köçürmüşdü? 1043-cü ildə, ondan sonra da İsfahana köçür. Anıqıcı paytaxtı İsfahan olmuş. Deməli, 1043-cü ildə paytaxtı hansı ki Rey şəhərinə köçürüb. Bəs paytaxtı İsfahana köçən kim idi? Məlikşah. Deməli, paytaxt köçürən hökmdarlar kim olub Səlcuq dövlətində? Toğrul olmuşdur. Bir Məlikşah. Bir də Məlikşah olub. Bəs Səlcuqlar Bizans, erməni və gürcü qüvvələrinə qarşı birgə nə zaman vuruşublar? Orada 1071-ci il olan döyüş olmuşdu Bizansla. Orada Bizansla bir əsr olmuşdu. 1048-ci ildə olan hadisəni də deyək. Orada onlar Bizans, erməni və gürcü qüvvələrini məğlubiyyətə uğratmışlar. 1054-cü ildə hansı dövlətləri əsl hala salmışdılar? Öncədə də Rəvadilərə salmışlar. Rəvadilər və Şəddadilər dövlətlərini. Bəs neçənci ildə Rəvadilər dövləti süqut etmişdi? 1054. Yox, 1054-də asılı vəziyyətdə salınıb. 1065-ci ildə deməli Rəvadilər dövləti hansı ki süqut etmişdi və bəs Şirvanşahlar dövləti neçənci ildə asılı vəziyyətə salındı? 1066, 1071-də də o döyüş oldu. Deməli Toğrulun hakimiyyət illəri neçənci illəri əhatə eləyir? 1038-dən başlamışdı. 1063-ə qədər davam eləyir. Ondan sonra kim keçir? Alparslan gəlir, burada da o Bizansın mübarizə aparır, sonra da Məlikşah gəlir. Bəli, Bizansla müharibə aparır və orada hansı döyüş baş verir Bizansla? Malazgirt döyüşü olur, orada Bizans mübarizəsində öldürmür, ondan xərac alır. Roman Diyogeni əsir alır, ondan xərac alır. Malazgirt döyüşündə təbii ki Bizans üzərinə qələbə qazanır. Və Səlcuq dövlətinin ən qüdrətli hökmdarı kim olub? Ən qüdrətli hökmdarı Məşəd dövründə olmuşdu. Bu da Bizansdan daha güclü xərac almışdı. Yəni daha üstün düşmüşdü Bizans. Bizansın hansı ərazilərini almışdı Bizansdan? Suriya, Fələstin, hətta paytaxtı köçürmüşdü İsfahana. O hansı sayədə islahatlar aparıb? Məlikşah. Bəli. Ordu islahatı aparıb. Deməli, ordu sahəsində hərbi, vergi və inzibati. İnzibati islahatı odur ki, paytaxtı köçürməsidir. Hərbi islahatı odur ki, yəni bunu ümumi tarixdən də bilirik. Yəni, belə deyək ki, ayrı-ayrı dəstələrdən ibarət olan yeni bir ordu tipi yaradır. Bir də inzibati nə qeyd elədi? Vergi islahatı dedi ki, tacirləri bəzi rüsumlardan azad eləyir.
ən qüdrətli dövrü. Özə Məlik Şahın dövründə ən çox hansı torpaq mülkiyyəti paylayırdı? Ən çox hərbi şey görə verilən, yəni xidmətə görə verilən 2 kitab vardı. Bir də onun ən yaxın vəziri Nizamülmülk də bu dövrdə oldu. Bəli, bu dövrdə idi. Bəs belə deyək ki, Səlcuq dövlətində həmçinin onu qeyd eləyək ki, zəifləmə kimi dövründədir. Zəifləmə Sultan Səncərin dövründə də bir sıra tərəfdən üsyanlar falan olur. Üsyanların neçəsinə də süqut edən. Neçənci ilə parçalanır? 1057-ci ildə, 1157-ci ildə. 1157-ci ildə, bəli. Səlcuqlar dövründə hansı torpaq mülkiyyət formaları var idi? Daha sonra ilk kitab paylanırdı. İqta və bir də yeni torpaq mülkiyyəti hansı idi orada? İqta və uc torpaq mülkiyyət formaları vardı. İqta və uc. Uc torpaqlar nəyə görə verilirdi? O da hərbi verdi də hərbidən. Ucqar əraziləri qoyan sərkərdələrə verilirdi də. Deməli, ucqar əraziləri qoruyan sərkərdələrə verilirdi. Bəs belə deyək ki, hansı vergilər var idi Səlcuqlarda? O da demək ki, xərac var, yəni iqtisad sahibəni alınırdı. Sonra alaf var idi, o da rəsmi şəxslərdən, imtiyazçılardan alınırdı. Sonra nal bahası, silah bahası, şərab bahası kimi vergilər vardı. Səlcuqların Azərbaycana gəlişi Azərbaycan üçün hansı nəticələri gətirib çıxartdı? Azərbaycan həm özünə müttəfiq qazandı Bizanslara qarşı. Həm də bunun üzrə öyəti möhkəmlənməsinə, vahid xalqın, vahid dilin, bildiyin möhkəmlənməsi təmin olundu. Dilin yaranmasına, möhkəmlənməsinə müsbət təsir göstərdi, bəli.